Tanınmış teleaparıcı Zümrüd Qasımova şəxsi həyatı ilə bağlı verdiyi səmimi açıqlaması ilə gündəmə gəlib. O, həyat yoldaşının ilk evliliyindən olan övladları ilə münasibətindən bəhs edərək geniş rezonansa səbəb olub. Yeni Sabah xəbər verir ki, aparıcı bu barədə öz aramızda verilişində danışıb. Zümrüd Qasımova bildirib ki, həyat yoldaşının keçmiş evliliyindən olan 3 oğlu ilə çox yaxşı münasibətləri var və onlarla dost kimi davranır. Uşaqlarla çox gözəl münasibətim var. Özümü onların bacısı, bəzən də rəfiqəsi kimi hiss edirəm. Hər zaman onların yanındayam, onlara dəstək oluram. Onların sevgisi mənim üçün çox önəmlidir, deyə Zümrüd bildirib. Aparıcı onu da əlavə edib ki, həyat yoldaşının keçmiş həyat yoldaşını heç vaxt görməyib və onunla şəxsi tanışlığı yoxdur. Lakin buna baxmayaraq həyat yoldaşımın əvvəlki ailəsinə hörmətlə yanaşdığını da vurğulayıb. Zümrüd Qasımova sözlərinə belə davam edib. Əgər o uşaqlar evlənsələr, elçiliklərinə də məmnuniyyətlə gedəcəyəm. Çünki bu ailə məsələsidir. Onların həyatındakı vacib anlarda daima yanlarında olmaq istəyirəm. Mən onları öz övladlarımdan ayırmıram, deyə o qeyd edib. Bu səmimi açıqlama sosial şəbəkələrdə və media orqanlarında böyük maraqla qarşılanıb. İstifadəçilər Zümrüd Qasımovanın yetkin və sağlam ailə münasibətləri nümunəsi göstərən davranışını alqışlayıblar. Onun bu sözləri cəmiyyətdə həm ailə-daxili münasibətlərdə sevgi və anlayışın, həm də keçmiş evliliklərdən gələn övladlara münasibətdə düzgün yanaşmanın necə olması barədə müsbət mesaj verib.